Əziz izləyicilər, riyazi məntiq sevərlər. Bugün mən sizlərlə Leqisi 13-ün riyazi məntiq hissəsindən davam edəcəm. Deməli, birinci sualımızda deyir ki, şəkildə pozan və karandaş təsvir edilmişdir. Karandaşın uzunluğunu tapın. Biz şəkildən görürük ki, bir pozanın uzunluğu 9-dan 13-ə qədərdirsə, ilk öncə qeyd edək. 4 santimetrdir və bir karandaş 4 tane pozan uzunluğundadırsa 4 vurulsun 4 16 santimetr edecek. İkinci sualımızda deyir Zeynəbin fındıq sayı familin fındıq sayından 9 famildir, Zeynəbdir, Malikdir, Ömərdir. Yəni sayından 9 familin fındıq sayı Malikin fındıq sayından 7, Malikin fındıq sayı Ömərin fındıq sayından 4 ədəd çoxdur. Ümumiyyətlə, hər biri Ömərlə ölçüldüyünə görə mən bu Ömərə x deyirəm. Sonra sondan başlayırıq. Malikin fındıq sayı Ömərin fındıq sayından 4 ədəd çoxdur. X plus 4. Familin fındıq sayı Malikin fındıq sayından 7 vahid çoxdursa, x plus 4-ün üzərinə 7 gəlirəm 11. Və Zeynəbin fındıq sayı, yox, formül buyurun. X plus 11. Aha. Deyir ki, Zeynəbin fındıq sayı familin fındıq sayından 9 vahid çoxdur. X plus 20. Və bunların bütün tənli formasını yazdım. Və bunların cəmi 49 fındığı var deyirsə, ümumi tənli halına gətirsək, biz burada nə olur? Yazacağım mən burada 4x üstə gələk. 4-ün üstə 20, 24, 11 gələndə 35. Bərabərdir 49-a. Sonra 4x bərabərdir. 49-dan 35 çıxanda qalacaq 14. Harda səhv elədik? 31, 4, 35. Bir də diqqətlə baxaq. Deyir ki, Malikin fındıq sayı Ömərin fındıq sayından 4 ədəd çox. Familin fındıq sayı famil Malikin fındıq sayından 7 ədəd çox. X plus 11. Zeynəbin fındıq sayı familin fındıq sayından 9 ədəd çoxdursa x plus 20. Bəli, düz 24. 24-ün sonu gələn 35. 14. 9, 7 sayının 4 ədəd çoxdur. Nəysə görmürük. Biz 31, 35, 4, 14. 4x 14'sə Tamam da 5 eləmir axı. Bir dənə silək nəyəsə burada səhv yazmışıq. Hansı hissənsə səhv yazmışıq. Ömər x. Deyir ki, Malikin fındıq sayı Ömərin fındıq sayından 4 ədəd çoxdur. X-dırsa x plus 4'dür. Familin fındıq sayı Malikin fındıq sayından 7. Famil, Malik 7'dirsə 4'ün üstə 7 gələndə eləyəcək 11. 7 ədəd çoxdur. Zeynəbin fındıq sayı familin fındıq sayından 9 vahid çoxdur. 11 üstə gələk 9, 20. Bəli, burada düz hamısı. Zeynəblə familin birlikdə 49 deyir. Ümumi 49 demir ki. Bax, bu Zeynəblə familin birlikdə 49 deyir. Yəni 2x plus 31 bərabərdir 49-a. Səhvimiz buradadır. 2x bərabərdir 18-ə, x bərabərdir 9-a. Məndən Ömərin fındıq sayını soruşursa, elə o da x-dır, o da 9-a bərabərdir. Ona görə bütün misallar deyirəm, diqqətlə oxumaq lazımdır şərtini. Üçüncü sualda deyir, 2, 0, 1, 6, 4 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük, ən kiçik ədədlərin cəmi. Ən böyük olacaq ən böyük rəqəmlərdən
Böyükdən kiçiyə doğru düzürəm. 6, 4, 2, 0, 1. En küçük. En küçüklerden başlayalım. 1, 0, 0'dan başlama olmadığına göre 1'den başlayalım. 2, 4, 6. Ve bunlar neyin deyir? Cəmini deyir tap. 7, buradan yazıram. 7, 4, 4, 4, 7. En küçük ədədlərin cəmi neçədir? En büyük ve en küçük. 1, 2, 1, 0, 2, 4, 6. 6, 4, 2, 0, 1. Düzdür. Burada ne səhv yazdıq? 200, 2, 0, 1 yok, 210 olacak. Bak burada da. Ne oldu bugün bize? 210'da bu ifadeler əslində ne olacak? Cəm 6, 5, 4, 4, 7. 7456 haberim. 74.456. Dördüncü sualda. Dördüncü sualda deyir ki, figurların yerine hər hansı bir əməlləri yazaraq aşağıdakı bərabərsizliyi həll edək. İlk öncə 80'i ona böləcəm. Eləyir 8. 8'i vururam 6'ya. Eləyəcək 48. Üstə gəlirəm 8 eləyəcək 56 C variantı. 5-ci sualda deyir, 4 rəqəmli 905 üçbucaq ədədini 3'ə bölməsindən əldə edilən qalığın 1 olması üçün üçbucağın yerinə hansı yazıla bilməz? 3'ə bölünmə əlamətini bilirəm ki, rəqəmləri cəmi 3'ə bölünərlər 3'ə bölünür. 9 ilə 5'in rəqəmləri cəmi 14 eləyir. Mən onun yerinə 2 yazsam 16. 14, 16. 16'yı 3'ə böləndə qalıq 1. 3 yazsam eləyəcək 14, 17 qalıq 2. Bax qalıqları yazıram ha. 5 yazsam 19 qalıq 1. 8 yazsam 22 qalıq 1. Ve burada qalıq 1 alınmayan bir tane cevabımız var. O da bizim B variantı. Yani burada 3 yazanda 17 eləyir, qalığımız 2 qalır. 6-cı sual. 6-cı sualda ne deyir? Deyir ki, qardaşı dünyaya gələndə Yasəmənin 8 yaşı var idi. Yəni qardaşıyla Yasəmənin arasında 8 yaş fərq var. Və deyir ki, qardaşı 6 yaşına çatanda Yasəmən neçə yaşında olacaq? Bunların arasında 6 yaş fərq varsa, qardaşı 6 yaşına çatanda Yasəmənin 14 yaşı olacaq. 6-cı sualda. 6-cı sualda deyir ki, 7'də. Aşağıdakı bərabərliyin ödənməsi üçün hansı ədədlər mötərizə daxilinə alınır? Bu hissəni mən mötərizəyə alsam, 18'den çıxıram 2'ni, 6, 6'nı bölürəm 2'yə, 9, 3, 6'nın üstə 3 gəlirəm 9. B variantındakı hissəni mötərizəyə almaqla bütün ümumiyyətlə belə tapmaq üçün bütün cavabları yoxlaya bilərsiniz. 8-ci sualda deyir ki, aşağıdakı vurma sxeminə görə ABCD cəmini tapın. Burada D6'dır. D6'dır 6 və 5 30, B 30'dur. 4 və 2 8'dir. 30 da 8'e vuranda 240. Yine hardasa səhv yazdıq. 4 dəfə 2 8. 5 dəfə 3 dəfə 2 6. 5 dəfə 6 30. Ha, bunlar cəmini tapın deyir. Ayı tapın demir ki bizə. 6 üstə 30 gələndə 38. 8 gələndə 46. 240 üstə də 46 gələndə eləyəcək 200. 44 daha doğrusu. 44. 270. 284 de ben. 36, 44, 240'da geldi. 284 de ben de. 9. sualda.
Salihin 6 qələmə ödədiyi pul 4 dəftərə ödədiyi pula bərabərdir. Yəni 6x bərabər 4y. 12 dəftər 36 manatdırsa, 12 dəftər 36 manatdırsa, bir dəftərimiz 3 manatdır. 6 dəftərə 6y bərabərdir 4 dəftərə, yəni 12 manat. Y də bərabərdir 2 manat. Bir dənə qələm 2 manatdırsa, 12 dənə qələm almaq üçün bu 24 manat pul verəcək. 10-cu sualda deyir, 1-dən 9-a qədər olan rəqəmlər aşağıdakı cədvəldə müəyyən qanuna uyğunluqla yerləşdirilmişdir. Birinci 373-ü 2-yə vururuq, ikinci 373-ü 3-ə vururuq. İndi mən burada birinci ədədi 2-yə vursam, 2 dəfə 2 4, 2 dəfə 9 neçə yiyəcək? 2 dəfə 9 18, 8 yazıram bir yadda, 2 dəfə 1 2, bir də yadda 3. İndi 192 3-ə vururam. 192 vururam 3'e. 2 dəfə 3 6. 3 dəfə 9 27. 7 yazıram 2 yadda. 3 dəfə 1 3. 2 də yadda 5. 5 7 6 eləyəcək 18. 11-ci sual. Aşağıdakı kartların üzərində müxtəlif ədədlər yazılmışdır. Bu kartlardan hər hansı ikisini yan-yana qoyularaq 4 rəqəmli ədədlər əmələ gətirilir. Kartlardan bu şəkildə istifadə etməklə 4-ə tam bölünən neçə 4 rəqəmli ədəd düzəltmək olar. İndi burada bir-bir yaratmayaq. 12 dənə ədəd düzəltmək olur. Hansı ki 1, 2, 3, 1, 2, 3 dənədir və 4-ə bölünən ədəddirsə, biz hər bir ədədin sonuna bu 3 rəqəmi yazmaqla ədədlər düzəldə bilərik. Məsələn, deyək ki, 11 12, 28 12, 18 12, 20 12 bu formada. Bir dənə, elə bir 3 dənə ədədin sonuna bir dənə ədəd yazırım. Yəni bu şəkildə bunu rahatlıqla düzəldə bilərsiniz. İndi bunu düzəldib vaxtımızı aparmaq istəmirəm. 12-ci suala baxaq. 12-ci sualda deyir ki, famil fikrində bir ədəd tutur. O bu ədədin yarısının 4 mislini təmlik qurmadı. Deməli, fikrində tutduğu ədəd. Bu ədədin yarısının 4 mislini vuraq 4-ə. Plus 8, 176. Təmliyimiz bu formadadır. İlk öncə 176-nı 8 çıxaq. X bölə 2 vuraq 4 bərabər 176-dan 8 çıxanda 166. 168 daha doğrusu. 168. İndi x bölə 2 168-i 4-ə bölürəm. Eləcək 42. İndi x bölə 2 42 isə x bərabər 84. Və bizə deyir ki, fikrində tutduğu ədədin rəqəmlər cəmi 12. Yenə hardasa səhv yazdıq. Kənarda yazacağım. Fikrində tutduğu ədədin yarısının x bölə 2-nin 4 mislini 8 vahid artırdıq və 176 aldıq. İndi ilk öncə x bölə 2 vuraq 4 bərabər 176-dan 8 çıxanda 8, 6, 168 eləyəcək. X bölə 2 bərabərdir 168-i bölürəm 4-ə. Eləyəcək 42. X da bərabərdir. X da bərabərdir 84-ə. 84, bəli 84 eləyir. Familin fikrində tutduğu ədədin rəqəmləri cəmi 8 plus 4 12 eləyəcək. Amma bizim cavabımız yoxdur. O bu ədədin yarısının x bölə 2-nin 4 mislini 8 vahid artırır və 176 alır. Düzdürmü? Səhv getmirəm.
Aha. Burada cavabımız 12 aldıq. Hansı hissədə səhv yazmışıq? Baxarsınız. Ha, 176'nın 4'te 1 olan ədəddir. Baxın burada 12 yazanda gördüm. Biz 176'ya bərabərləmişik. 176'nın 4'te 1 neçədir? 2, 4 dəfə 16, 44. Yəni bu 44'e bərabərdir. Bura 44. İndi x bölü 2 vuraq 4 üstə gələk 8 44 isə x bölü 2 vuraq 4 üstə gələk bərabərdir 44-dən 8 çıxanda eləyəcək 36. X bölü 2 bərabərdir 36'yı vururam bölürəm 4'ə 9. X da bərabərdir 18. 18'in rəqəmləri cəmi eləyəcək 9'dur variant. Bu da bu şəkildə həll oldu. 13-cü sual. 3'e tam bölünüb, lakin 6'ya bölünməyən iki rəqəmin natural ədədlərinin sayını tapın. 3'e tam bölünüb, 6'ya bölünməyən ədədlər, məsələn, 6'ya bölünməyən tam bölünməyən iki rəqəmin natural ədədlərinin sayını tapın. Deməli, nə edirik burada? 3'ün vurmalarına baxıram. Və 3'ün vurmalarının 6'ya bölünməyəni seçirəm. Deməli, iki rəqəmli ədəddirsə 12'dən başlayıram. 12, 15, 18. Yəni bu şəkildə saysam, belə yazaq da. 12'dən başlayıram, ən son 99'a qədər yazıram. 99'dan 12 çıxıram, qalacaq 87. Aha. 87 bölürəm 3'ə eləyəcək 29. Bir də 6'ya bölünənləri seçirəm. Deməli 6'ya bölünən 96'dır. 12'dir, 84'dür. Bölürəm 6'ya eləyəcək 14. Düzdürmü? 13'dür. Aha. Baxın. Deməli, ən son olan burada 3'e bölünənlərdə 99'dan çıxıram 12'ni. Eləyəcək 87. Bölürəm 3'ə. Eləyəcək neçə? 29, düzdürmü? Hesabladıq. 29. 29. İndi 6'ya bölünənləri çıxaracağım. 96 çıxaq 12. 84. Bölürəm 6'ya. 14. İndi 29'dan 14 çıxıram. Cavabımız eləyəcək 15. Nəyə görə çıxıram? Burada çünki 3'e bölünənlərin sayından 3'e bölünməyən 6'ya bölünənlər 3'e bölünənlərin sayının 6'ya bölünənlərin eyni zamanda 6'ya bölünənlərin də sayını çıxıram. 14-cü sual. Bizə verilən ədədin 4 rəqəm silindi. Alınan 7 rəqəmli ədəd verilmiş ədəddən rəqəmlərin ardıcıllığı dəyişmədən bu yolla düzələn ən böyük ədəd oldu. Ən böyük ədəd oldusa, mən burada böyük ədədlərin qarşısındakı ədədləri silirəm. 6'yı silirəm, 6'yı silirəm, 4'ü silirəm, 3, 5'i silirəm. Bax, olacaq burada nə? 9, 8, 7, 4 rəqəm sildiksə və bu deyir silinən rəqəmlərin hasilini. 9 nədir? Sildiyimiz rəqəmlərin hasilini soruşur. 6 ilə 4, 3, 5. 4 dəfə 5, 20. 6 dəfə 3, 18. 360. 360'ı 20'ye vuranda yiyecek. 180 20'ye vuranda yiyecek 360. 15. sualda deyir ki, aşağıdaki diaqramda en yukarı sırada 4 xanaya sıfırdan büyük müxtəlif cüt ədədlər alına bilər. Bunların hasili neçə ola bilər? Deməli, mən buraya yazmışdım neçə. Aha, deməli, mən buraya neçə yazmışdım. En büyük ve en küçük ədədin 15. sual A variantı 16 2 olmalıydı. En büyük ədəd 16'dır. En küçük ədəd 2'dir. Hasili ise 4 ile 2 yazmıştım. 4 ile 1 ile 4 4
Belə isə 4 xanaya sıfırdan böyük müxtəlif cüz rəqəmlər yazılıb. Buna görə ən aşağıdakı xanada alına biləcək ən böyük və ən kiçik natural ədədlərin hasili neçə ola bilər? Burada məsələn yoxlama üsulundan yazmaq olar. İndi bu şəkildə yazsaq, vaxtımız biraz çox gedəcək. Elə ədədləri yazmalıyıq ki, bir-birinə bölünən olsun. Müxtəlif cüz rəqəmlər yazılır. Buna görə ən aşağıdakı xanada alına biləcək ən böyük ədəd və ən kiçik natural ədədin hasili neçə ola bilər? Cüz rəqəmlər deyilsə 2, 8, 16 bölünsün bir cüz rəqəmlər yazmalıyıq. Deməli, ədədlərimizi burada elə seçirik ki, cəmləri, hasilləri bir-birinə bölünsün. Məsələn, mən burada yazmışdım. Deməli, burada 2 ilə 4 yazsam, 2 ilə 4 yazsam, bu 6 eləyəcək və bura 8 ilə 4 yazsam, eləyəcək 32. Yox, 8 ilə 2 yazsam. 8 ilə 2 yazsam, cüz rəqəmlər yazılır. 8 ilə 2 yazsam 16. 16. Bir dəqiqə biz bura 36. Belə yazaq da. Bura 8, 6 yazsam, bura 48 eləyəcək. 2 ilə 4 yazsam 6 eləyəcək. 48, 6 bölünür 8. Bu şəkildə bir misal idi. Cavabımız A variantıdır. 8 ilə 6 yazıram. 2, 4, 6, 8. 48 eləyəcək. 2 ilə 4-ün cəmi 6. 48, 6-ya bölünür 8. Yəni bu formada birinci səfərdən təbii ki düzəltmək mümkün deyil. Sadəcə olaraq hər birini yoxlamalısınız. Ona görə də hasili ən böyük, cəmi isə ən kiçik götürüb cavablarımızı ala bilərik. 15-ci sualla da tanış elədim sizə. Yəni Leqeson 13-ün riyazi məntiqindən də. İndi inşallah Leqeson 4-ün riyaziyyat və riyazi məntiq hissəsini izah edəcəm. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.